Değerli tədbir iştirakçıları, hər birinizi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə rəhbəri olduğum Yurt Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan şəhidlərin qəhrəmanlıqlarının təbliği layihəsi çərçivəsində keçirilən tədbirdə salamlayıram. Bu layihə 2025-ci il Konstitusiya və Suverenlik ilinə həsr olunub və layihə çərçivəsində biz Qubanın 6 müxtəlif kənd zonasında Vətən müharibəsinin təbliği, Qarabağın tarixi, ədəbiyyatı, incəsənəti, musiqisi, görkəmli şəxsiyyətləri, Qarabağda aparılan abadlı quruculuq işlərinin intellektual oyunlar vasitəsilə gənclər arasında, gənc müəllimlər arasında təbliği məqsədi ilə intellektual nə harda, nə zaman oyunu keçirik. Artıq biz Ağbir kəndinə gələnə kimi 4 zonada bu tipli tədbirlərimizi keçirmişik və artıq qaliblər, eyni zamanda finala vəsiqə qazanan komandalar müəyyən olunub. Bugün Ağbir kəndində 8 kənd zonasının komandasının iştirakı ilə tədbiri keçirik. Bəsədən, yürüyüşdən, bəsədən, musiqi. Daha sağ oxuyum. İkinci dörtəyə qalacaq. Suveren qeyd olunur ki, burada sanki uşaqlar da ağlamır. Bunu etməklə əvəz olunan iki sözü dokuz, 8, 7, 6, biri yalancı, 4'ü doğrucu olmakla qeyd olunur. Doğrulardan heç olmasa birini cavablarınıza yazın. Mənim də qabaq sənmişdi. Aysel. Aysel, nə soruşur? Sual. Doğru dedi. Doğru yazmışam. Doğru. Bəs 4 doğumdan bir. 8, 7, 6, 5, 4. Burada 1882-ci ildə Ağcabədidə doğulan bu məşhur kariyerimiz 1904-cü ildə Cəbrayıl qəzası Hadrut kəndində 1800 4 əsrdən başlayır. Üzeyir Hacı Şuşada keçirilən tədbirlərin birində yazıcı ana çıxışına bu şeirlə başlamışdır. Sevdiğim, ləvlərin yadına bənzər, sərasər dişlərin dürdanəməndir. Sədəf təhanından çıxan 3 sözlə yazın var. Bir də mayda Harı bir-bir de yüz var. Harbi ne olacak?
Qatlı yeməyi gözəl. Bunu sen öğrenmiştin, ne kadar böyle aşağı Muğamın sözlərini və musiqisini məşhur tarzən və xanəndə Şəkəroğlu Kərim yazır. Başka. Yaz geçen su kaynatımız yoktu. Yaz saatimizi karalayıp tezden şeyleri. Havalansın xanın səsi, Qarabağ. Ermənilərin qorxulu kabusuna çevrilən hava hücum silahının adı ilə eyni təşkil edilir. Digər sual. Siz Bayraktar adıdır, uçsuz uçuş aparatı. Ama ki yaradırsa. Zaman müəllifinin adı. Deputat da olur. Şair, destat şair. Bu derecede olmalı değil. Ne edebiyat tipli miktarıyladır. Biz işimizi bile kim yesin? Ama dünyaya göç değil ama. 9, 8, 7, 6, Son 10 saniye. 8. Qarabağ. Beləliklə keçirik nəticələr. Bizim olur. Turan komandası. Və yekunda yalnız əlavə sualla turnirimizin qalibi adını kazanır. Mübarizlər. Konstitusiya və suverenlik ili çərçivəsində Quba rayonu Ağbil kəndində keçirilən şəhidlərin qəhrəmanlıqlarının təbliği adlı layihə çərçivəsində təşkil olunan Nə Harda Nə Zaman turnirinin bürünc mükafatçısı olan Susay Qışlaq kəndini təmsil edən Turan komandasının üzvlərini tərtib olunmaya dəvət edilir. Uğurlar. Tebrik edirik. Tebrik. Uğurlar. Ağbil kəndində keçirilən seçim turunun gümüş mükafatçısı olan Əlibəy Qışlaq kəndini təmsil edən Zəfər komandasının üzvlərini dəvət edilir. Təbrik.
var finalda. Konstitusiyada suverenlik il nəsr olmuş şəhidlərin qəhrəmanlıqlarının təbliği turnirinin Ağbel kənd zonasında keçirilən seçim turunun qalibi Aşaxuç kəndini təmsil edən Mübarizlər komandası. Təbrik edirik.